Salam hörmətli OTV izləyiciləri, hər birinizi xoş gördük. Arkada gördüyünüz Güney Azərbaycandır, Germedi, Savalan dağıdır. Hava bir qədər tumanlı olduğuna görə daha yaxşı görünür. Ancaq aydın səmalar bir gün gələcək və Savalan dağı daha yaxından görünəcək. Bütün Azərbaycan yenidən bir olacaq. O dağlara biz yenidən qayıdacağıq. Babəkir Bəz qalasına, Savalanın ətəklərində yenidən çadır quracağıq. Göy çadırlarımızı və ora bütün Azərbaycana biz Bütün Azərbaycanın vətəndaşı kimi qayıdacağıq. Həmin günlər uzaqda deyil. Əsas olan odur ki, biz imperiya xalqı olaraq özümüzə, keçmişimizə, bu günümüzə inanaq və gələcəyimizi quraq. Və ümid edirəm ki, gün gələcək, sərhədin tək bu tayından yox, o tayından da reportajlar hazırlayacağıq. Və ona da əminəm ki, nə qədər ki Azərbaycan milləti var, o taylı Azərbaycanlılar bir olduqca bizim bu arzularımız arzu olmaqdan çıxacaq və bir gün gerçəkliyə çevriləcək. Bir sözlə, bütün Azərbaycanda görüşənə qədər özünüzü, bütövlüyünüzü, ən əsası özgürlüyünüzü sağ olun, sağ olun.